Qara düyünün faydaları nədir? Frontiers in Nutrition jurnalında dərc edilən tədqiqata görə qara düyünün sağlamlığa təsiri və istifadəsi öyrənilib. Araşdırmada Pakistanlı professor Mavra Kavidinin rəhbərliyi ilə Michigan Dövlət Universiteti, Milli Tibb Elmləri Universiteti, Kənd Təsərrüfatı Universiteti, Faysalabad Pancab Universiteti, həmçinin Asiya Düyü Tədqiqat Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumat bazalarından istifadə edilib. Dünyada insanların yarısı gündəlik qidasını düyüdən alır. Qara düyü imperator düyüsü kimi tanınır. Antosianin, sink, dəmir, selen və B qrupu vitaminləri ilə zəngindir. Tədqiqat göstərib ki, qara düyü qan şəkərini tənzimləməyə, xolesterini azaltmağa və orqanizmdəki oksidləşməni zəiflətməyə kömək eləyir. Onun tərkibindəki antosianinlər hüceyrələri qoruyur, beyin və ürək sağlamlığını dəstəkləyir. Qara düyü unu çörək və makaron məhsullarında istifadə olunduqda glisemik indeks azalır, antioksidant təsiri artırır. Tədqiqat nəticəsində alimlər belə qənaətə gəlib ki, qara düyü sağlamlıq üçün hələ də tam öyrənilməmiş funksional qidadır. İnsanlar üzərində aparılan klinik sınaqlar məhduddur və nəticələr çox fərqlidir. Buna görə də uzun müddətli standartlaşdırılmış tədqiqatlara ehtiyac var.